Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz Umdetül Fik'te namaz kitabında imama bölümünü, imamet bölümünü devam edirik. İbn-i Qudame rahmeullah burada deyir ki: "Omen bihi selesul bawli illen bimislihi." Kimin sidik qaçırtması varsa da o yalnız özü mislində olan, sidik qaçırtma olan, özü mislində olan. Nədir burada? Ləcnə dəimiyə, Ləcnətü dəimətül iftədən onun alimlərə sual verilir. Bir kəsin sidik qaçırtması var. Onun imamlıq etməyinin hökmü nədir? Sual verilir. Onlar cavab verirlər ki, kimin sidik qaçırtması varsa da və yaxud onun mislində olan bir şey, olubsa sidik qaçırtması var, o insan var, yel qaçırdır. Yəni yel çıxır insanı dayanmadan. Bu da xəstəlikdir. Allah qorusun, Allah afiyyət eləsin bizlərə. Özü-özündə namazı səhihdir. Özü-özündə namazı səhihdir. Yaxşı. Allah Teala deyir ki: "Fettekullaha mestata'tum." Allah'tan gücünüz çatdığı qədər qorxun. Başqa ayədə Allah Teala deyir ki: "La yukellifullahu nefsen illa vus'aha." Allah bir nəfsi gücü çatmadığından artıq yükləməz. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyir ki: "Sizə bir şey əmr etdikdə ondan gücünüz çatdığını gətirin." Demək, əmr etdikdə ondan gücünüz çatdığını gətirin. Hədis Buxari Müslimdədir. Sağlam olan kəslərdən onun arxasında namaz qılmaqda isə namazın səhihində ixtilaf vardır. Yəni ki, bu insan imamlıq etsə, bunun arxasında heç bir xəstəliyi olmayan insan gəlib durub namaz qılsa, namazı səhihdir. O ixtilafdır məsələdə. Racih odur ki, bu bir qövlüdür də, racih odur ki, nədir? Səhihdir. Yaxşı olar ki, sağlam insan, ondan başqa olan sağlam insan insanlara imamlıq eləsin ixtilafdan çıxmaq üçün. O ləcnənin nədir? Fətvasıdır. Ləcnənin fətvasıdır. Yaxşı. İbn-i Useymin rahmanullah demişdi ki, bu işdə, burada səhih qövl odur ki, kimin ki sidik qaçırtması vardır, onun imamlığı səhihdir, özü kimisi və özündən başqa olan kimisi də, yəni ki, salamat insanda, yəni xəstə olan və xəstə olmayana da imamlığı səhihdir. Buna dəlil olaraq umumi Peyğəmbər sallallahu əleyhi və səlləmin sözünü gətirir, hədisini gətirir ki: "Ya ummul qavmə aqra'uhum li kitabillahi." Qövmə Allahın kitabını ən çox oxuyan, bu burada bilən mənasındadır, yəni ki, imamlıq edir. Etsin və edir. Bu kişi də namazı səhihdir. Çünki üzərinə düşən vacib edir. Namazı səhihdirsə də lazımdır ki, imamlığı da nədir? Səhih olsun. İbn-i Seymur Rahmanullah deyir ki, arxada namaz qılanlar, yəni o kəslərin sözü deyir, onlar yəni deyirlər ki, arxada namaz qılanlar və ya da arxada namaz qılan kəs halı imamdan üstün olmamalıdır. Məsəl üçün deyirlər ki, təyammüm edənin arxasında dəstəmaz alan kəsin namazının səhihliyinin pozulmasını deyirlər. Deyirlər ki, arxadakı imamdan üstün olmamalıdır. Və hum yəquluna bizəlikə mə ənəl mutavaddiə ə'lə halən. Yəni, bu sözü deyirlər. Amma baxmayaq ki, dəstəmaz alan halı daha şeydir. Çünki imam təyammüm edibsə də, dəstəmazın alan kəs isə halı ondan daha üstündür. Hal baxımından yəni. Lakin qalu innel mutayammimə təharətu sahihə. Lakin deyirlər ki, təyammüm edənin də təharəti səhihdir. Bax ki, deyirlər təyammüm edənin də təharəti. Biz deyirik ki, yəni bunlar nəyə görə? Çünki qabaqda bir söz keçdi ki, özündə səhihdir, amma başqası üçün səhih deyil. Düzün belə bir söz. Deyir, siz necə olur ki, arxada dəstəmazı olub, imamlığı təyammümlə edən kəsi, təyammüm edənin təyammümünü səhih görürsünüz. Amma
sidik qatıran kəsisi desə ancaq öz mislində olanlara namaz qıldıra bilər. Səhih olanı qıldıra bilməz. Baxmayaraq ki, bu alıfda dəstəmaz alınmışsın, alıfda hamısını edifdir. Biz deyirik ki, kim ki sidik qatışması varsa, onun da təharəti təmizdir, səhihdir həmçinin. Dəstəmazı, yəni ki, səhihdir, alıfdır. Alif deyə onu da qılır yəni. Şərh-i Mumtidə deyir bunu. Demək, nədir? Sidik qatıran kəsin arxasında namaz qılmaq racih. Budur ki, bir qrup alimlər deyirlər ki, özü mislində olan, özü üçün səhihdir və özü mislində olanlar bir qrup alimlər deyirlər ki, onun arxasında namaz qılan kəs əgər sağlamdırsa da bunda ixtilaf vardır. Racih budur ki, nədir? Səhihdir, racih budur. Amma deyən də var ki, səhihdir, ancaq öz mislində olanlara qıldıra bilər o kəs. Onu da deyən vardır. İxtilafdan çıxmaq üçün yaxşıdır ki, neyləmək? Sağlam olan bir kəs bunu qıldırsın, heç bir problemi olmayan, ixtilafdan çıxmaq üçün. İbn-i Seymur Rahiməhullah deyir ki, o insan qıldıra bilər, imamlıq edə bilər, yaxşı. Sonra İbn-i Qudama deyir ki, Fatihəni düzgün oxuya bilməyən kəs və yaxud hərfini yiyən və buna oxşar bir xatalarla olan kəsin barəsində danışır. Əl-Ummiyyü. Ummiyyü nə deməkdir? Lüğətdə anası onun necə doğulsa da ona nisbət olunur. Yəni, anadan doğulanda insan heç nə bilmir. Nə yaza bilir, nə oxuya bilmir, heç nə də. Yəni, anası necə doğulsa da ona nisbət olunduğu üçün deyilir ki, Əl-Ummiyyü. Anasının oğlu. Belə deyir, anasına nisbət olunduğu üçün. Peyğəmbər sallallahu aleyhi ve sellem Ummi deyilibdir. Çünki Ərəb ümməti nə yaza bilib, nə də yazını oxuya bilib. Nə də yazılmış bir şey oxuya bilibdir. Yəni. Lüğətdə belə bilindir. Amma fiqhdə isə Əl-Ummi dedikdə Fatihəni kamil olaraq əzbərlənməyən kəsə deyilir. Əzbər bilməyən kəsə. Və yaxud da ki, ondan hər hansı bir hərfi deyə bilmir. O kəsə Ummi deyilir. Çünki anası doğduğu hal üzərində qalıbdır. Yəni, onu öyrənə bilməyibdir. Yəni. Təhrür əlfaz-ı tənbih, yəni, bunu zikr edir bu mucamda. İmam Nəvavi Rəhməllah. Həmçinin İmam Nəvavi Rəhməllah deyir ki, Huvə mən lə yuhsinul Fatihədə bi kəmilihə. Yəni, Fatihəni kamil olaraq düzgün bilməyəndir. İstər onu əzbərləməsin və yaxud da ki, hamısını əzbərləyir, amma bir hərfdən başqa. İstər hamısını əzbərləməsin, istərsə əzbərli bir hərf. Və yaxud da ki, bir hərfi şəddədi deyə bilmir. Dil yüngüldür, şiddəti tuta bilmir. Hərfi qaçırır, dil tuta bilmir hərfi. Dilinin yumuşaqlığına görə, yəni. Yəni, istər bu kəs lal olsun, istər başqa bir şey olsun. Lal var, pəltək var, buna oxşar da sınıfları. Anadan gəlməmiş, sonradan xəstəlikdən bir yaranıbdır, buna oxşar. Özü-özündə namazı səhihdir. Kim də ona özü kimi olan kəs iqtidə edərsə də, yəni onun arxasında namaz durarsa da, ittifaqdır ki, namazı səhihdir. Amma özü kimi olan, dili düzgün, Fatihəni bilməyən, düzgün oxuya bilməyən kəs, özü kimisinə namazı səhihdir. Əgər Fatihəni əzbər bilməyən bir qariyə və nikdə də bir qariyin, yəni ona Fatihəni əzbər bilməyən bir oxuyan kəs tabi olsa və yaxud da ki, Fatihədən nəsə əzbərliyib, yarısını əzbərliyibdir, tabi olarsa da bu kəslər. Fəfihi qavlən, bunda alimlər ixtilaf edirlər, deyirlər ki, dəlil gətirərək deyirlər ki, Əs-səhhuhumə lə yəsihhu iqtidəvu bihi. Yəni, bir insan Fatihəni əzbərləməyib və yaxud da ki, yarısını əzbərləyibdir. Yarısını əzbərləyib və yaxud da əzbərləməyib. O kəsə tabi olunmur. Yəni, ixtilaf ondadır ki, özü kimsə durmur onda. Yəni, belə, başı tabi olunmur da, belə deyirlər. Çünki nəyə görə? Peyğəmbər s.ə.v. Muaz ibn Cəbəli göndərər o qövmin içinə ki, onlar oxuya bilmirdilər. Onlar imamlıq edirdi, düzdürmü? Yaxşı. İmam Şafi'i Rəhməllah deyir ki, əgər ummi olan kəs, ummi bildinizdə nədir? İmamlıq etsə və yaxud da ki, Quranı, Ummul Quranı, yəni Fatihəni düzgün oxuya bilməyən, ondan başqasını
Qurandan olan başqa surəni isə düzgün oxuyur. Amma Fatihəni düzgün oxumur. Yəni Fatihəni düzgün oxuyan kəsin namazı onun arxasında səhih deyil. Biri Fatihəni düzgün oxuya bilir, amma başqa surələri düzgün oxuyur. Başqa surələr də bilir, çox bilir. Fatihəni düzgün oxuyan kəs onun arxasında namaz qılmamalı. Qılsa namazı səhih deyil. وإن أما من لا يحسن أن يقرأ أجزاءت من لا يحسن يقرأ صلاته معه. Yəni kim ki düzgün oxuya bilmir, düzgün oxuya bilməyən kəs namazı həmin kəsin namazından nədir, bir yerdə qılsa nədir, səhih sayılır. Mərdavi rəhməllah demişdi ki, Həmbəli məzhəbindədir, bizi Aləddin Əbulhəsən rəhməhullah demiş ki, məzhəbdə ümumi kəsin imamlığı özü kimisində səhihdir. Yəni Həmbəli məzhəbində özü kimisinə yalnız imamlıq edə bilər. Və cümhur əshablar da, yəni Həmbəli məzhəbində olanlar da bunu nə demişlər. Və qilə tasihhu imamətuhu qal İbn Həzm deyir ki, imamlığı səhihdir, belə də deyirlər. İmamlığı səhihdir. İbn Həzm demişdi ki, əmməl əl-thəqu və əl-kənu, yəni əl-thəq, əl-kən oxunuşu oxuyanda bilinmir nə oxuyur. Düzgün deyə bilmir, o pərtək kimi oxuyur da. Və yaxud da dili əcnəb olan kəs, onlar da düzgün oxuya bilmirlər. Görürsən ki, dad hərifidir, dadla zanı, sinlə sadı, bunu oxşayan hərfləri ayıra bilmir. Və yaxud da ki, hərəkələrdə səhv deyir. Ənəmtən əvəzinə ənəmtu, ənəmti məsəl üçün deyir. Məsəl çəkir, hərəkələri düzgün demir, yəni ərabı düzgün demir. Özü kimisi onun arxasında namaz qılsa, namazı səhihdir. Yəni həmin kəsin namazı səhihdir. Həmçində kimlər ki, ona arxasında namaz qılırlar, özü kimisi namazı səhihdir, caizdir. Allah Teala bir nəfsi gücü çatmadığından artıq yükləməz. Yəni onlar qüdrətləri buna çatır, bundan da artıq mükəlləf olmayıblar. Yəni mükəlləf olublar da yəni qüdrətləri çatan bir şeylə. Yəni namazlarını yerinə yetirir, necə ki əmr olublar, yerinə yetirirlər. Kim də namazın olduğu kimi yerinə yetirərsə də olduğu formada, əmr olduğu formada o muhsin sayılır. Sadəcə hərfdir də deyə bilmir. Məsəl üçün, necə ki Allah Teala dedi ki, mə aləl muhsinə min səbil. Yəni muhsin, yaxşılıq etmək istəyən insanlar heç bir günah yoxdur. Yəni onlar güclər nəyə satırlarsa da onu edirlər. Və lə'allə racihə fi hədil məsələti mə qaləhu Şeyxülislam. Bu məsələdə ən racih olan odur ki, yəni ola bilsin ki, ən racih olan odur ki, Şeyx İslamın sözüdür ki, dediyi sözdür. Və əmmə mən lə yuqimu qiraətəl Fatihə, kim ki, Fatihəni düzgün oxuya bilmir, onun arxasında yalnız özü kimisi durub namaz qıla bilər. Pərtək kəsin hansı ki, hərfi hərflə dəyişir, arxasında namaz qılmaq, görürsən ki, məsələn, ağzında hərflərin yerini dəyişir, bir dənə dad hərfindən başqa, yəni ki, bir dənə dadda problem varsa da, onun arxasında namaz qılınır. Bu istisnadır. Pərtənin arxasında qılınmır, bir dənə dad hərfində istisnadır. Çünki insanların çoxunda dad hərfini za kimi deyirlər. Və dalin və zalin deyirlər. Düzdürmü? Zallin, zallə feilindən gəlibdir. Yəni, amma dalin isə dadla gəlibdir. Yəni, azğınlar qəsd olunur burada. Bunun namazın səhih olması daha yaxındır. Səhihdir, yəni. Çünki buradakı iki hərif eşidiləndə bir hərf kimi eşidilir. Yəni, hissi olaraq, yəni cinsi olaraq bir-birinə məxrəcləri oxşuyur. Qari onu oxuduqda, dalinin əvəzinə zalin dedikdə, qulaq asan kəsin beyninə, xatirinə nə gəlir? Gəlir ki, burada za yox, dad deyibdir. Yəni, burada azğınlar qəsd olunur. Bu istisnadır. Amma ranı qayını rayla belə bir şey, hərf müxtəlifdir, məxrəclər zətlərdir, məsələn,
eşidiləndə də başqa mənəvi dəyişsə, nə deyir? O kəsin arxasında namaz qılmaq olmaz. Burada da qəsd olunan budur. Qəsd olunan burada budur. Yəni lal pəltək kəsin arxasında namaz qılınmır. Dal hərfi istisna olmaqla başqa hərflər dəyişərsə də yalnız özü mislində olanlara imamlıq edə bilər. Ya sonra İbn Qudama danışır ki, dəstəmazlı kəs təyəmmümlü kəsin arxasında namaz qılmasının caiz olması var. Aslında qalsın gələn səfər Allah Teala istəyirəm ki, bizlərə faydalardan gəlsin.